Rus dili bilənə iş var yoldaşlar, rus dili bilənə iş var. Mən sizə indi ümumiyyətlə belə işlər olur. Mən sizə sadəcə bir neçəsini misal olaraq vermək istəyirəm ki, baxın belə bir vakansiya var. Xəbəriniz olsun. Yəni bu demək deyil ki, olanlar elə ancaq bunlardır. Və bu işlərdən misal üçün birini verim misal. Assistent işi var Bloom Akademiyada. Xanımlar üçün fəaliyyət göstərən mərkəzə lazımdır. Rus dilini bilmək vacibdir. Təşkilatçılıq və kommunikasiya bacarığınız yüksək olmalıdır. Punktual olmalısınız, məsuliyyətli olmalısınız. Müdiriyyət tərəfindən verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməlisiniz. Tədbirlərin təşkilində iştirak etməlisiniz və sonunadək nəzarət etməlisiniz. Ağşəhərdə yerləşir yoldaşlar. İş saatı səhər saat 11-dən 7-yə kimidir, həftədə 6 gündür. Əmək haqqı müsahibə əsasında təyin olunur. Sonra ən gözəli, ən bəyəndiyim, belə deyim, ən tövsiyə etdiyim variant, ən perspektivli variantlardan biri olaraq bunu görürəm. Xarici satın alma üzrə köməkçi işi var yoldaşlar. ERT Agro'da, belə ki, meyvə-tərəvəz sektorunda fəaliyyət göstərən şirkətdə xarici satın alma üzrə köməkçi ehtiyac var. Burada bir əmma var ki, siz rus dilini bilirsiniz, okey də, amma paralel olaraq ingilis dilini də bilməlisiniz. Yəni bilirsinizsə və xarici satın alma, ithal və logistika sahəsinə marağınız varsa, nə gözəl. Və bundan da əlavə ümid edirəm Word-dən, Excel üzrə də bilikləriniz var. Varsa bu işə müraciət edə bilərsiniz. 6 günlük işdir. Əmək haqqı müsahibə zamanı bəlli olur. Korporativ nömrə ilə təmin olunursunuz. Stabil iş mühitidir. Peşəkar inkişaf imkanı təqdim olunur. Yəni bu iş perspektivli bir işdir. Yəni fikir verdinizsə bu sahə üzrə sizdən təcrübə də tələb eləmir. Yəni logistika sahəsində belə bir iş imkanı var. Bundan əlavə Heydərli Beynəlxalq Aeroportunda da iş var yoldaşlar. SCG şirkətində keyfiyyətə təminatı, nəzarəti və STM üzrə kiçik mütəxəssis vəzifəsi üzrə işçi axtarılır. Kim olmalısınız? Ali təhsil olmalısınız. İş təcrübəsi tələb olunurmu? Xeyr, tələb olunmur. Və yaxşı tələb olunur. Azərbaycan və rus dilini səlis bilməyə tələb olunur. Tələb olunurmu ingilis dili? Bəli, amma nə qədər? Orta səviyyədə bilmək tələb olunur. Ofis proqramlarında da xüsusilə də Excel'də işləmə bacarığınız olmalıdır. Yəni indiki dövrdə də Excel'də işləmə bacarığını rahatlıqla siz bu vakansiyaya müraciət etdikdən sonra rahatlıqla əzmkar biri olsanız, ChatGPT vasitəsindən sürətli şəkildə heç olmasa başlanğıc səviyyədə öyrənə bilərsiniz. Götürmə qabiliyyətiniz yaxşı olsa, bir həftənin içində bəlkə də daha yüksək öyrənə bilərsiniz. Bəs bu iş hardadır? Bu iş dedim sizə, Heydərli Beynəlxalq Aeroportundadır, Bakı şəhərindədir, 5 günlükdür. Səhər saat 10-dan axşam 7-yə kimidir. Şirkətdə Koroğlu metro stansiyasından ödənişsiz servis nəqliyyatı təmin edir sizə. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmacı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Siz əgər bu videonu YouTube-da görürsünüzsə, əlaqə vasitəsilə videonun adında qeyd olunmuş olmalıdır. Yox, əgər bu videonu TikTok-da görürsünüzsə, o halda bu videonun adının altında Toğrul Əlizov sözü yazılıbdır. Həmin o sözə toxunaraq Toğrul Əlizov adlı TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə, bio yerində əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürür, mesaj yaza bilərsiniz.